Hı hı. Nəbi və Aytən ilə təhlil edəcəyik. Beni buradan aşağıdan verək daxsın. Yerimiz açılsın. Hə. Deməli, Nəbi eşidirsən, Aytən eşidirsiniz mənə? Sizə verib Bəli. C2H5OH. Bir dəfə izah elədik, ona görə bu dəfə sürətli izah eləyəcəm. Deməli, C2H5OH-ı biz yadımıza saldıq ki, 3 cür parçalanması var. Əvvəlcə mənə desin Nəbi, əgər C2H5OH üzrə SiO, alüminium klorid yazılsa nə alınır buradan? Yox, SiO, alüminium klorid yazılsa, temperatur işarəsi yox. Hə, onunla C2H5 ortaya oksigen olur, bir dənə də C2H5 olur. Bax, sən dediyin temperatur 140-dan böyük kiçik söhbətlərdir. Bu, ən axırda yazdığım idi. Sizi çaşdırmayan belə yazdım ki, görün fikriniz buradadırmı? Bax, bu tadiyen bir çalınır. Buna da divinil idi də, Lebedov reaksiyası. Su və hidrogen çıxır. Yaxşı. Sonra ikinci C2H5-in parçalanmasını bu dəfə Aytən desin görək. 140 dərəcədən kiçik temperaturda. Nə alınır Aytən? Efir alınır mən. Aha, bundan 2 dənə götürürəm. Alınacaq necədir? Yəni C2H5 ortaya bir O. Aha. Bunun adı nədir? Nə efiridir bu? Dietil efiri. Elə içən etil var da. Sonra bir dənə reaksiya var. Onu da qoy Nəbi desin. C2H5OH Nəbi. Temperatur 140 dərəcədən böyük olanda Onda C2H4 eten alınır. Aysa, eten, etilin, bir də H2O. İndi neynədik uşaqlar? Baxırıq ki, Nəbi, diqqətin burada olsun. Görsən ki, bax, solda reaksiya var, sağda var, bir də aşağıda var. Solda, aşağıda 2 dənə elementdir, amma sağda 3 dənə elementdir. Bu, avtomatik olaraq, yəni sağımızda verilən reaksiya birinci reaksiyaya uyğun gəlir, elə deyilmi? Mənə razısan? 3 dənə maddə olmaq, burada bir maddə alınır. Su ikinci maddədir, hidrogen üçüncü maddə. Deməli, bu sağda verilən birinci yazdığımız reaksiyaya uyğundur. Və Aytən də deyir ki, müəllim, bircə dəqiqə dayanın. Burada hər üçündə Y var. Elə deyil mi Aytən? Y. Mənə razısan? Y hansı maddədir ki, hamısında alınır. Burada su çıxmışdı, yazmamışım. Hansı maddədir ki, hər üçündə var? Sudur. Bəli, Y-imiz 100%, milyon faiz H2O-dur. Sonra deyirik ki, indi qaldı X-dan Z. Görək X, Nəbi, görək X budurmu? Yoxsa hidrogendirmi? Biz elə bir tapdıq ki, sağda olanlar birinci yazdığımız reaksiyaya uyğundur da. Bəs onu hardan biləcəyik? Aytən deyir, müəllim, burada yazıb ki, X üçün cədvəldə. Rabitə yaranmasında karbon atomlarının qeyri-hibrid orbitalar iştirak edir. Bu qısa sözlə pi rabitə deməkdir. Sizcə, onda hansıdır? Deməli, X buymuş da, həm karbonu var, həm pi rabitəsi var. Aysa, X-imiz deməli hansı maddədir? Divinil dediyimiz, butadiyen 1,3 dediyimiz, bax bu maddədir X-imiz. Aysa, Z-imiz onda hansı olacaq? Z-də hidrogen qazıdır. Yaxşı, H2. Bura qədər hər şey aydındır, Aytən. Sonra baxıram L və T-yə. İndi görək L-imiz ya budur, ya da budur. Biri L-dir, biri T-dir. Onu necə təyin edirəm? Bax, Nəbi, bayaq sən dedin ki, müəllim, onu hardan təyin elədik? L-in qabağına minus qoyub. Deyir, L-in Nəbi, pi rabitəsi yoxdur. Axı, sən bilirsən ki, C2H4-də pi rabitəsi var. Deməli, bu T-dir. Amma L-də pi rabitəsi, yəni sadə efirimizdə yoxdur deyən, L həqiqətən də sadə efirdir. Sənin variantlarda X-imiz oldu divinil, Z-imiz oldu hidrogen, amma T-miz oldu nə? T-miz oldu nə? Bu nədir? Etilin. Yəni etilin, bəli. Olacaq hansı variant? B variant. Başa düşdünüz? Silirəm buranı. Böyük bir sual idi, atlatdıq. Sonra